Yaxşı, ya Allah, başlayırıq. Dedik ki, plana baxırıq. Plan nədir? Plan deyir ki, hər hansı, ümumən plan budur ki, hər hansısa bir işin müəyyən ardıcıllıqla məqsədyönlü formada düzülüşü. Demək, mətnin əsas məna vahidləri məntiqi və ardıcıl sıralanması və ya sadalanması. Məna vahidləri dedik nədir? Məsələn, orada müəyyən cümlələr olur, abzaslar olur. Yəni, bizdən plan necə istənə bilər? Ya mətnin hissələrinə görə plan olur. Məsələn, giriş birinci olur da, sonra əsas hissə, sonra nəticə. Sən bizə desək ki, əsas hissənin planını ver, onda girişlə nəticəyə baxmırıq. Ancaq əsas hissəyə baxırıq. Orada olan hadisələrə baxırıq, görüm oradakılardan götürülür. Əgər orada bizdə girişin planını versə, demək yanlış olacaq və yaxud nəticənin planını versə yanlış olacaq. Amma deməsə ki, məsələn, girişin planını ver, əsasını, nəticəni, ümumi deyirsə, bəli, onda ümumi baxırıq. Yəni, mətni hissələrə ayırmırıq. Aha. Plan deməli necə olur? Yəni, planın forması belədir ki, məsələn, sual formasında da ola bilər, söz birləşməsi formasında da olar, tezis formasında da olur. Yəni, ən çox qəbulda da düşən, yəni, ümumiyyətlə, orta məktəbdə istifadə olunan söz birləşməsi şəklində olan, yəni, sanki oradakı abzaslardakı fikirləri ümumiləşdiririk, bir söz birləşməsi şəklində veririk. Yəni, bilirsiniz də, söz birləşməsində fikir tamamlanmır, cümlədə tamamlanır. Çünki deyirik ki, cümlə bitmiş bir fikir bildirir. Amma söz birləşməsində bitmə intonasiyası olmur. Sözdür, söz birləşməsidir. Hə, biz də həmin mətni deməli nə formada veririk? Söz birləşməsi formasında. Plan. Deməli, plan mətnin məzmununu açır, inkişaf ardıcıllığını əks etdirir, mətnin məzmununu yaddaşda möhkəmləndirir. Yəni, hərdən olur, orta məktəbi görsən, deyirik ki, məsələn, hekayə keçirik, deyirik ki, hekayənin plan əsasında danış. Sanki onun bir planını qururuq. Ondan sonra o plana baxanda artıq çünki o plandakı, plan bənddəki söz birləşməsi tutaq bu abzasda olan fikirləri cəmləşdirir. Ona görə biz plan bəndə baxanda avtomatik abzasda yadımıza düşür. Bilirik ki, orada nədən danışılır. Və plan bəndləri sanki qoyuruq qarşımıza, sonra onlara baxıb hekayənin məzmununu danışırıq. Yəni, bu daha rahat olur. Ona görə deyir ki, mətnin məzmununu yaddaşda möhkəmləndirir. Sonra mətnin müxtəsər məzmun üzərində işi sürətləndirir, həmçinin müxtəsər də ixtisar sözündən də qısa formada, yəni. Müəllif üslubunun saxlanmasına kömək edir. Yəni, mətndə hər bir müəllifin üslubu olur. Aha. İndi burada nümunə üzərində var uşaqlar. İndi nümunə üzərində onu tətbiq eləyəcək, həmçinin diqqəti istiqamətləndirir. Yəni, plan necə tərtib edir? Birinci əsəri oxumalıyıq, tanış olmalıyıq, sonra məna vahidlərini ayırmalıyıq abzaslara, əgər verilməyibsə. Ondan sonra qısa formada hər bir məna vahidi qısa adlandırması və ona sual verilməsi, yaxud əsas fikrin çıxarılması. Bu da bayaq dediyim bu planın formaları. Ya sual formasında olur, sual şəklində onu tərtib edə bilərik. Və yaxud da ideya, tezis formasında onu ifadə edə bilərik. Bax, burada görürsünüz sual cümləsi, tezis, başlıq və sitat formasında. Sual cümləsini bilirsiniz də, sanki sual verir, orada cavab tələb edir. Tezisdə həmçinin mətnin tezis xülasə. Yuxarı siniflərdə keçəcəksiniz bunu. Həmçinin başlıq forması. Yəni, bu da birinci keçəndə dedik ki, mətndə nə olur? Yəni, mətnin əsas göstəricidən biri onun başlığının olmasıdır. Aha. Yaxşı. Gözləyən var burada. Hə. Sonra. Salam müəllim. Salam, salam. Amma necə olar? Bax, bir məsələyə diqqət edirik. Əgər biz planı tərtib ediriksə, birinci sual cümləsi formasında tərtib elədik. Bütün plan bəndlər artıq sual cümləsi formasında olmalıdır. Daha birin sual formasında tərtib edin, birin söz birləşməsi kimi, birin tezis kimi. Belə olmaz. Yəni, vahid olmalıdır. Vahidli prinsipi qorunmalıdır. Aha.
Sonra. İndi nümunə üzərində işləyəndə sizə daha rahat olacaq. Bu dediklərimizin hamısını orada göstərəcəm. Ha, indi baxaq. Deməli, nümunəmiz nədir? Bizə dəqiqə. Ha, Mübariz İbrahimov haqqında yəqin ki, eşitmisiniz uşaqlar. Kimdir Mübariz İbrahimov? Ya, orta məktəbdə keçmisiniz də, bilirsiniz. Aşağı siniflərdə də hətta. Azərbaycan milli qəhrəmanı. Onun haqqındadır, cənnətdə görüşərik. Tək başına ermənilərin üzərinə gedib və xeyli sayda düşməni məhv edib və qəhrəmancasına şəhid oldu. Allah rəhmət eləsin. Və biz ki, 44 günlük müharibədə də həmin mübariz postu düşməndən azad edildi. Allah həmd olsun. Deməli, Sevinç Nuru qızının cənnətdə görüşərik hekayəsi əsasında plan. İndi birinci oxuyuruq mətni. Sonra baxırıq görək, bax planı buna uyğun necə biz tərtib eləyəcəyik. Bunun əsasında, bax bu mətnin əsasında planı tərtib eləyəcəyik. Aha, indi başlayaq. Hava çoxdan qaralmışdı. Qoy bir dəyə baxım, görüm bir də gözləmədə kimsə var. Aha. Hava çoxdan qaralmışdı. Sükut içində olan qaranlığı, arabir düşmən mövqeyindən atılan atəş səsləri və uçuşan mərmilərin işığı pozurdu. Haradasa İsa Musa quşu hər zamanki kədərli nəğməsini oxuyurdu. İsa, tapdın, Musa yox. Mübariz bu səssizliyi və qaranlığı içinə çəkmiş kimi qəmli və susqun idi. Sonra qəfildən həzin bir meh əsdi. İyun istisi bu mehin gətirdiyi sərinliyə və yovşan ətrinə asanlıqla təslim oldu. Haradasa Qarabağ şikəstəsi səsləndi. Səs çox uzaqdan gəldi. Qaranlığı və sükutu yara-yara irəlilədi. Yovşan ətrinə qarşı mübarizin bütün ruhuna hakim kəsildi. Könlüm keçir Qarabağdan, gah o dağdan, gah bu dağdan. Mübariz qəti qərarını verdi. Bu gecə viran qalan Qarabağın qisasını düşməndən alacaqdı. O özü tək başına Qarabağ uğrunda son savaşa çıxacaq, vətən haqqı, bu yaralı vətənin canına and içirəm ki, bu gecə düşmən qarşımda diz çökəcək deyib qərarını qətiləşdirdi. Cibindən bir parça kağız və qələm çıxardı. Son savaşa qalxmamışdan son məktubunu yazdı. Canım atam və anam, məndən sarı darıxmayın. İnşallah cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olana dək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam, ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun, oğlunuz mübariz. Haqqınızı halal edin. Yazdığı məktubu yaşaran gözlərinə sıxdı. Göz yaşlarını heç özünə yaraşdırmadı. Sonra öz-özünə dedi. Sevinç göz yaşlarıdır. Nə zamandır gözlədiyim gün gəlib. Darağını patronla doldurduğu silahını çiyninə aldı. Qumbaraları ciblərinə qoydu. Ya vətən deyib ayağa qalxdı. O, minalanmış sahə ilə irəliləyirdi. Arxaya baxmırdı. Ana torpaq onu minalardan məharətlə qoruyurdu. Arzu etdiyi qisas anına qovuşturmaq üçün. Aha, bizədəydi. Düşmən qəfil basılmışdı. Zənn etdilər ki, böyük bir ordu hücuma keçib. Mübariz şimşək kimi gah orada, gah burada çaxırdı. Bir göz qırpımında dayandığı nöqtəni dəyişir, pərən-pərən düşmüş düşmən əskərinin başına gülləni dolu kimi yağdırırdı. Önündə baş qoyduğu,
diz çökdüyü ulu yaradan ona doyunca qisas almaq üçün qanat vermişdi. Nədir? Öz silahındakı güllələr elə ki, ilk həmlədə boşalmışdı. İndi düşmən elə düşmən silahından yağan güllə ilə məhv edilirdi. Atdığı qumbaralar onun şücaətindən vəzdə gəlmiş kimi düşmən mövqelərini dəliş deşik etmişdir. Mübariz bir silahı boşaldıb o birini götürürdü. Gecə yarısından başlayan mübarizə xeyli davam etdi. Sonra hardansa xain bir güllə gəldi. Vəhşi bağırtı ilə uğuldadı, uladı. Mübarizin sinəsinə sancıldı. Düşdüyü yeri parçaladı, dağıtdı. Sanki bir dağ çöktü. Ucadan uca bir dağ. Bir qaya paramparça oldu. Şiş ucu göylərə meydan oxuyan bir qaya. Bir oğul yıxıldı. Ya vətən deyib çağırdığının sinəsinə. Yıxıldı. Üzündə təbəssüm, səmaya dirənmiş gözlərində sonsuz sevinç. Allahım, qürurla ölmək nə böyük xoşbəxtlik imiş, nə qədər uca zirvə imiş, şəhidlik zirvəsi. Həqiqətən uşaqlar, Allah Taala bütün şəhidlərimizə rəhmət eləsin. Çox uca zirvədir. Yəni Allah Taala Quran-Kərimdə deyir ki, Allah yolunda öldürülənlərə öldü deməyin. Onlar diridir. Allah qatında ruzlarını yəni siz onu bilmirsiniz. Aha, Allah rəhmət eləsin Mübariz İbrahimova da. Yenə haradansa həmin meh əsdi. Yenə yovşan ətri və Qarabağ şikəstəsi qarşı. İsa Musa quşunun yorğun nəğməsi son dəfə səslənib sustu. İsa tapdın, Musa yox. İsa tapdın, Musa yox. Yəni bu da son. Bax uşaqlar, gördünüz burada. Yəni necə əsərimiz başladı. Məsələn, birinci ümumi mənzərənin, havanın, vəziyyətin, ümumi necə quşlar oxuyurdu. Ondan sonra mübarizin qərarı. Artıq qəti qərar verir ki, düşmənin üzərinə hücuma keçilir. Yəni sonra məktubun yazır, ondan sonra düşmən üzərinə hücuma keçir və düşmən sanki elə bilir ki, onun üzərinə bir ordu gəlir. Düşmənin öz silahı ilə belə deyək, özlərinə qarşı istifadə edir və sonda da şəhidlik zirvəsinə çatır. Bax, indi burada həmin bu hadisələri, bax, fikir verin necə verib. Söz birləşməsi şəklində uşaqlar. Baxın, bizə dəqiqə belə yuxarı seçək. Görürsünüz, plan başlıq. Sanki əsərin o hissələrinin başlıqlarıdır. Qəti qərar. Artıq Mübariz İbrahimov orada bildi ki, nədən danışır. Qəti qərar gəlir ki, bu düşmənləri cəzalandırmalıyıq. Sonra son məktub. Görürsünüz, ümumiləşdirmə var. Orada da həmçinin yazdığı məktub, məktubda nələr yazmışdı, nələr qeyd eləmiş ki, əgər şəhid olsam, yəni kədərlənməyin. İnşallah cənnətdə görüşərik. Hücum. Həmçinin hücum eləyir, sanki ana torpağına kömək eləyirdi. Düşmən elə bilir ki, sanki bir ordu gəlir və sonda da şəhidlik zirvəsi. Bax, görürüz uşaqlar, yəni bu nədir? Plan başlıq. Planın bir formasıdır. Necə ki, biz mətnlərə keçəndə, məsələn, istənilən mətndə, həm Azərbaycandan, həm ədəbiyyatdan, görürsünüz, mətnlərə keçəndə onun bir başlığı olurdu. Biz əvvəlki dərslərdə sizə eləmişdim ki, başlığın xüsusiyyətləri nə idi? Özündə müəyyən mənanı ifadə edir. Ola bilsin ki, mətnin məzmununu ifadə edir, ola bilsin mətnin ideyasını ifadə edir. Müxtəlif cür ola bilər və yaxud orada hər hansı bir nüansa toxunur. Burada da həmçinin. Yəni, planı biz başlıq formasında verə bilərik. Sonra sual formasında, bax, eyni qaydada. Bax, fikir verin, burada qəti qərardır, amma burada sual formasında qəti qərar nə idi? Artıq sual formasında verilir. Aha, sonra bircə dəqiqə uşaqlar.
Hə, deməli uşaqlar, bizə dəqiqə. Hə, bax burada gördünüz qəti qərar. Bax burada görürsünüz sual formasındadır. Qəti qərar nə idi? Və ya son məktub başlıq. Burada deyir ki, məktubda nə deyilirdi? Yəni onu çevirib sual formasına. Burada hücum, burada da düşmən niyə ordunun hücuma keçdiyini zənn etdi. Sual formasında şəhidlik zirvəsi, burada da mübariz hansı arzusuna çatdı. Aha. Sonra, indi baxırıq bunun tezis formasında olandan. Hə. Deməli, tezis formasında olan da son qərarı tək başına qisas almaq idi. Sonra, yəni oradan çıxan nəticədir. Tezisdə ideya kimidir. Ümumi abzasın bir nəticəsi, ümumiləşdirmə aparırıq orada. Son məktubu halallıq üçün idi. Yəni valideynlərinə halallıq istəyirdi ki, yəni haqqınızı halal edin, yəni şəhid olsam da kədərlənmə. Tək başına bir ordu kimi hücuma keçdi. Göz burada artıq sual kimi deyil. Bir təsdiq kimidir, tezis formasında. Şəhidlik zirvəsi son mənzil oldu. Aha. Bax, bu da tezis formasında olan. İndi sitat nədir və? Sitatlar uşaqlar ümumən başqasının danışığından gətirdiyimiz nümunələr, yəni sitat sayılır. Məsələn, bir fikrimizi təsdiqləmək üçün, məsələn, deyirik ki, filan kəs belə demişdi, bu haqda. Hər hansısa bir nəyəsə dəqiqləşdiririk. Aha. İndi burada da sitat aydın məsələdir ki, bu mətnə görə biz plan qururuqsa, mətndə kimdən danışılır? Mübariz İbrahimovdan. Deməli, sitat da ondan gətirilir. Aha, necə bayaqki birinci. And içirəm ki, bu gecə düşmən qarşımızda diz çökəcək. Yəni, nə idi qəti qərar birinci? İkinci nə idi? Məktubdan. Görürsünüz, bu da məktubdan sitat gətir. İnşallah cənnətdə görüşərik. Sonra üçüncüdə nə idi? Yəni, düşmə elə bilmişdi ki, sanki bir ordu hücuma keçib. Ulu yaradan ona doyunca qısa salmaq üçün qanat vermişdi. Nədir? Və sonda. Bu da sonu idi. Yəni, şəhidlik zirvəsinə çatıb. Və burada da İsa Musa quşunun. Yəni, sanki olan oxumağın belə izah edirlər. Məsələn, İsa tapdın, Musa yox. Ha, bax, bu formada. Deməli, bax, bu gördünüz uşaqlar. Bu oldu nə? Bizim plan bəndlərimiz. Plan bəndlərimiz. Bax, plan bu formada olur. Özünüzdə gördüyü kimi, yəni, mətni oxuduq. Bax, gördünüz mətndən necə ümumiləşdirdilər. Necə ümumiləşmə apardılar və hansı formada biz ona başlıqlar verdik. Həm plan başlıq, həm plan sual, tezis və sitat forması. Dediyim kimi, ən çox bu formada olur. Başlıq forması, yəni söz birləşməsi şəklində. Yəni, ən çox istifadə olunan. Siz də çalışın buna bu formada təşkil edin. Yəni, özünüz də mətn işləyəndə bu cür tərtib edin ki, çünki qəbulda da bunu əsas götürün. Aha. İndi burada baxaq. Bircə də. Aha. Bir də bayaq dediyimiz, bax, həmin plan hansı formada olmalıdır? Dedik ki, forma vahidli olmalıdır. Yəni, birin hansı formada təşkil eləmişiksə, digərləri də elə olmalıdır. Yəni, başlıq, tezi, sual formalarından biri. Yəni, əgər başlıq formasında tərtib eləmişiksə, hamısı olmalıdır necə? Başlıq formasında. Tezis formasında hamısı tezis və ya sual formasında hamısı sual. Məntiqilik. Yəni, ümumiyyətlə, uşaqlar, mətndə müəyyən ardıcıllıqlar olur. Məntiqi ardıcıllıq, məzmun ardıcıllığı. Yəni, orada bir məntiqi ardıcıllıq olmalıdır. Yəni, həmin o plan bəndlər bir məntiqi ardıcıllıqla düzülməlidir. Həmçinin orada zaman ardıcıllığına diqqət eləməliyik. Belə deyək də, birbaşa biz keçib sondan plan bəndi götürə bilməliyik axı. Məsələn, tutaq şəhidlik zirvəsi, sonra əvvəldən götürək, sonra ortadan xeyr. Müəyyən ardıcıllıq olmalıdır, məntiqilik olmalıdır və onlara fikir verilir. Həmçinin təkrar olmamalıdır. Təkrar olmamalıdır. Yəni, plan bəndlər ayrı-ayrı vahidləri ifadə eləməlidir. Həmçinin əhatəli olmalıdır. Əhatəli formada bircə dəqiqə.
Yaxşı, deməli, dedik forma vahidliyi, məntiqilik, sonra təkrardan qaçma, əhatəlikdir. Əhatəli bizə nədir uşaqlar? Yəni, belə deyək də, həmin sözdə sanki o abzası əhatə eləməlidir. Görsən, məsələn, son qərar deyəndə, baxma ki, iki dənə söz birləşib də, düzdür, bir dənə plan bəndə, amma orada gör nə qədər mənanı, belə deyək də, əhatə eləyib. Sən Vaiz İbrahimin son qərarın verməsi, məktubu yazması, yəni oradakı, yəni bir dənə söz birləşməsi olsa da, orada bir neçə hadisəni ümumiləşdirir. Yəni əhatəli olur. Yəni məzmunu dar olmur da, belə deyək, geniş məzmunlu olur. Bu onu demək istəyir. Aha. Mövzunun inkişafı həmçindədir. İnkişafı da nədir? Müəyyən ardıcıllıqla. Sizə demişdim də mən uşaqlar, o 5-ci sinifdə keçmişdiniz. O yadınıza salın, bir də mətnin inkişafı. Aha, yaxşı. Başa düşdünüz uşaqlar. Mövzu inkişafı dedik ki, yəni bayaq dediyimiz kimi məntiqi ardıcıllıq, yəni mövzu inkişaf edir də. Sadədən bizə dəqiqə bayaq nə dedim mən? Hə, bu formada yadınızda demişdik, süjet xətti olur. Hadisələrin başlanması, sonra burada ziddiyyətlərin yaranması, sonra zirvə, kulminasiya nöqtəsidir. Sonra ziddiyyətlərin açılması, sonra final, son. Bax, süjet xəttidir də. Yəni, plan bənddə buna uyğun olmalıdır da. Məsələn, başdan başlamalıyıq, sonra bu hissədən, sonra zirvə nöqtəsi. Əgər bədii mətndirsə, aydın məsələdir ki, ən çox planda bədii mətndə olur. Yəni, plan buna uyğun verilir. Aha, sonra bunu da dedik, mövzu inkişafı, bir də lakoniklik. Lakoniklik də bizdə lakonik qısa deməkdir, qısa konkret. Yəni, 5-7 bənddə artıq olmamalı, yəni çox təkrar eləməməlisin. Aha. Da hər cümləyə aid bir dənə belə deyək də plan bənd qurmaq olmaz. Yəni necə olmalıdır? Yəni dedik axı orada bir əhatəli olmalıdır. Bir müəyyən hissəni əhatə eləməlidir.
Ona görə də çox olmamalıdır. Sayı hardasa 5-7-dən çox olmalı. Aha, bax bu formada. Yaxşı, başa düşdünüz uşaqlar plan. Əgər başa düşməmişsə deyin, izah edeyim. Çünki bu önəmli məsələlərdən, ən çox düşən məsələlərdən də belə deyək, testlərdən, mətn testlərində. Aha. Yaxşı, indi gəlin ora plana aid sual varsa ona baxaq. Bircə dəqiqə. Aha, qoy bir də açım burada mən sual formaları. Deməli, mətn üzrə. Hı -hı. Bircə dəqiqə burada bastır, doğru, yanlış. Evet, nəticə. Aha, bircə dəqiqə bunu paylaşım. Deməli, uşaqlar. Bunu dayandıraq. Aha, sonra bunu paylaşaq. Aha, görsünüz burada da həmsin. Mətni dedi, bayaq dediyimiz formada, sual plan, başlıq formada, tezis bir də stat formada. Deməli, dedik ki, plan bütöv mətn üzrə və yaxud da mətnin hissələri üzrə ola bilər. Bayaq dedim, isə giriş, əsasda nəticə. Yəni, orada suala baxırıq. Yəni, bizdən nə istəyir? Əgər girişi istəyirsə, ancaq girişin planına baxırıq. Əsas hissəni istəyirsə, ancaq onun və yaxud nəticəni istəyirsə, ancaq nəticəni. Ümumi istəyirsə, bütün mətnə baxırıq. Aha, həmsinin mətnin məzmunu, faktların ardıcılığı və aralarındakı məntiqi araya ortaya qoyan əsas düşüncələrin siyasəti, yəni plan. Planın ümumi məzmunu budur. Aha, indi baxın burada. İndi düzdür, biz bu mətni oxumamısınız, sadəcə olaraq sual formasına baxırıq. İndi toplunu işləyəndə görəcəyik orada inşallah. Orada mətin var, Amazon meşələrini qoruya bilməsək nə baş verər? Tutaq, orada deyir ki, mətni